Hamı istirahət elədi, gəldi. Hazırsınız? Onda başlayaq. Debit, kredit. Debit, kredit. Sözlərin kökünü bilmirəm, hardan gəlib, necə yaranıb, internet axtarmaq olar. F3-də qabağıza çıxmayacaq bu sözlərin izahı, mənası. Bu sözlərlə oynamaq lazım sadəcə. Gəlin həmin oyuna başlayaq. Özümüzü hamımız qoyuruq biznesin yerinə. Təsəvvür edin ki, siz biznessiz. Yəni, özünüzü individual kimi fikirləşməyin, fikirləşin ki, biznessiz. Nəsə alırsınız, satırsınız, binavız var, o, bu və s. Biznessiz. Sim var, aktiviniz, assets var, liability'niz, liabilities və kapital. Nəyə görə yazdım bunları? Gəlin fikirləşək. Bunların hansı yaxşıdır, hansı pis? Mən qısaca deyim, debitin, kreditin izahını, necə yadda saxlamaq lazım. Yaxşı rast gəlməmişəm, nə kitablarda, nə internetdə. Ona görə öz yolumu tapmışam, belə deyim, kəşf eləmişəm. Mənə çox kömək edir. Sizə də eyni şey başda alacam. Əgər kiməsə biraz çətindirsə bunu qavramaq, başa düşmək, yadda saxlamaq, yazın, çalışaq başqa yolunu izah edək. Ümid edirəm, amma hamının xoşu gələcək burada. Getdik. Özümüzü qoymuşuq biznes yerinə. Bizim var aktivimiz, var bizim öhdəliklərimiz, hansı ki liability və kapital ikisini də əhatə edir. Gəlin fikirləşək. Hansı yaxşıdır, hansı pis? Əlbəttə, aktiv yaxşı şeydir. Məsələn, pul. Pul yaxşı şeydir. Məsələn, məhsullar, inventar, kimsə bizə borcu yaxşı şeydir, yaxşı şeydir. Mən ona görə yazıram bura good. Fikirləşək, liabilities və kapital nədir? Bunlar öhdəlikdir. Bizim kiməsə borcumuzdur. Fərqi yoxdur. Shareholder'a borcumuz olsun, kənar şəxsə borcumuz olsun. Bu bizim borcumuzdur. Bu pul bizdən çıxacaq nə vaxtsa. Ona görə bu biraz pisdir. Heç kəs istəmir pul ödəmək. Biznes də istəmir pul ödəmək. Ona görə bu pisdir. Yazıram bad. Və bu bad hər ikisinə aiddir. İndi keçən növbətiyə. Bizdə var başqa digər iki anlayış. Debit, kredit. Kredit sözü heç kəsin xoşu gəlmir kredit sözündən. Ona görə mən deyəcəm, kredit də pisdir. Ona görə debit yaxşıdır. Biri pis olanda biri yaxşı olmalıdır. Biz də bilirik ki, debitlə kredit bir-birinin əksidir. Kredit pisdirsə, debit yaxşıdır. Eyni ilə yuxarıda. Asset ilə liability'lər bir-birinin əksidir. Asset yaxşıdırsa, liability pisdir. Okey, bunları danışdıq. İndi gəlin baxaq. Keçən növbətiyə. Yazaq, özümüzə yazaq. Assets, liability və kapital. İkisini birlikdə yazıram. Və çəkək bir dənə cədvəl. Bir tərəfini yazıram increase, artırmaq. Digər tərəfini yazıram decrease, azaltmaq. Artırmaq, azaltmaq. Mən də yazıram ki, aşağıda öz notumu götürün. Tez yazıram debit good, credit bad. Və eyni şeyi yazıram bura. Good, bad. İndi mən yaxşını biraz da yaxşı eləmək istəyirəmsə, yaxşını artırmaq istəyirəmsə, nə etməliyəm? Üzərinə biraz da yaxşı əlavə eləməliyəm. Yaxşı nədir? Yaxşı debitdir. Əgər yaxşını azaltmaq istəyirəmsə, yaxşının üzərinə biraz pis əlavə eləməliyəm ki, azalsın. Kredit. Keçdik öhdəliklərə. Hansının ki, həm liability, həm kapital aiddir.
Ya da gəlin belə eləyək. Mən bura bir dənə də əlavə edeyim. Gələcəkdə lazım olacaq. Liability-ni ayrı göstərim. Birisini ayrı. Rəngi də dəyişim. Və kapital. Demişdik, ikisi də pisdir də. Ona görə burada yazıram bad. Okay. Başlayaq liability-dən. Liability pisdir. Pisi yaxşı eləmək üçün, yəni pisliyini azaltmaq üçün, belə deyək, nə etmək lazım? Kredit əlavə, üzərinə debit əlavə eləmək lazım, üzərinə yaxşı əlavə eləmək lazım. Yəni pisi yaxşılaşdırmaq üçün, pisi azaltmaq üçün yaxşı əlavə eləmək lazım. Deməli, mən pisi azaltmaq istəyirəm. Ona görə üzərinə əlavə eləməliyəm debit. Pisi artırmaq üçün üzərinə əlavə eləməliyəm biraz da pis. Yəni kredit. Mən arada pauza verirəm ki, siz biraz fikirləşəsiniz. Kapital. Eyni şeydir, kopyalaya bilərik. Gəlin üstündən bir də keçək ki, tam məntiqi tutaq. Kapital pisdir. Pisi artırmaq üçün, pisi biraz da pis eləmək üçün üzərinə pis əlavə eləmək lazım. Kapital, kredit də pisdir. Deməli, kredit. Pisi yaxşı azaltmaq üçün üzərinə yaxşı əlavə eləmək lazım. Pisi azaltmaq üçün üzərinə yaxşı əlavə eləmək lazım. Yaxşı debitdir. Deməli, kapitalı azaltmaq üçün üzərinə yaxşı əlavə eləmək lazım. Kapitalı azaltmaq üçün onu debit eləmək lazım. Baxın, bu cədvəl haqqında danışın. Bu cədvəli bu formada yadda saxlaya bilsəz, yəni mənim izahımdan, yaxşı, pis anlayışları ilə işiniz asandır. Yadda saxlaya bilməsəz, qayıdın bu videoya 10 dəfə də baxın. Əsas odur ki, bunu yadda saxlayın. İndi, balansda hər şey gözəldir. Birazca məntiq pozulur, ilk baxışda pozulur. Sales və purchase gələndə, mənfəət zərərə gələndə biraz pozulur. Gəlin baxaq niyə. Var bizdə alış-satış, yəni gələn gəlirlər, hansına ki biz deyirik revenue. Var bizdə xərclər, expense. Expense var. Qabağına bir dənə cədvəl çəkirəm. Yenə üstünə yazıram increase, decrease. İndi bir sual var. Gəlin fikirləşək. Gəlir yaxşı şeydir, yoxsa pis şeydir? Mənə gəlir, hamı deyər ki, gəlir yaxşı şeydir. Mən də birinci elə fikirləşirəm. Amma mən demişdim, özümüzü qoyaq biznesin yerinə. Çünki gəlir, xərc, bunların nəticəsi axırda nədir? Profit. Gəlir artanda nə olur? Profit də artır, gəlir artanda. Expense artanda profit, yəni başqa işarə, başqa rənglə eləyək, fərq görünsün. Expense artanda profit azalır. Nəyə görə deyirəm bunların hamısını? Tutaq ki, biz satış elədik, revenue elədik, profitimiz artdı. Biz biznesi, biz fikirləşik yaxşı eləyirik, düzdür? Amma yox, bu profiti biz hara qoyurduq, yadınıza gəlir, kapitalın içinə. Ki, bunu biz ödəyəcəyik öz shareholderlərimizə. Deməli, o qədər də yaxşı şey deyil. Profit, yəni revenue-nun artması, profitin artması o qədər də yaxşı şey deyil. Mən sırf debit krediti başa düşmək üçün deyirəm. Başqa şeylə qarışdırmayın. Çünki yekunda profit gedir, kapitalın içində oturur. Ona görə o qədər də sevinmirik bu barədə. Ona görə birinci ki, biz fikirləşmişdik, revenue yaxşıdır, expense pisdir, onu çevirməliyik tərsinə. Deməliyik ki, revenue pisdir, expense yaxşıdır. Səbəbini də deyim. Revenue artanda kapital da artır. Kapital pisdir. Deməli, revenue da pisdir. Pis artırır, düzdür? Expense artanda kapital azalır. Çünki expense artanda profit azalır. Profit gəlib kapitala oturur deyə kapital azalır. Deməli, expense, kapital pisdirsə və expense onu azaldırsa, deməli, expense yaxşı şeydir. Aşağıda da gəlin yazımıza salaq. Yazdığımızı bayaq debit, kredit. Bunlar nə idi?
Debit yaxşı idi. Kredit pis idi. Bunlar dəyişmir. Bayaqki tapşırığı bir deyirik. Revenue pisdir, bəddir. Pisi artırmaq üçün üzərinə biraz da pis əlavə eləmək lazım. Pisi azaltmaq üçün üzərinə yaxşı əlavə eləmək lazım. Expense yaxşıdır. Yaxşını artırmaq üçün debit eləmək lazım. Üzərinə biraz da yaxşı gəlmək lazım. Yaxşını azaltmaq üçün üzərinə pis gəlmək lazım. Yəni kredit eləmək lazım. Bu qədər. Bu cədvəli və bundan əvvəl danışdığımız cədvəli, iki cədvəli siz başa düşsəz bu məntiqlə, yadda saxlasaz, bundan sonraki işiniz asandır. Sevinə bilərsiniz. Gedin pauza götürün, istirahət edin, bir də baxın videoya və əmin olun ki, başa düşdünüz. Ondan sonra sevinin. Çünki bundan sonraki hissələrin hamısı asan olacaqsınız.